Tədbirimizin bu hissəsində bildirmək istərdim ki, kitab təqdimatı ilə yanaşı çox dəyərli və xüsusi bir musiqi təqdimatı da yer alır. İstedadlı bir qələm sahibi Elnur Nəbiyev müəllimlərə olan sonsuz sevgisini, hörmətini, minnətdarlığını sözlərə və musiqiyə çevirərək bir mahnı halında bizlərə təqdim edir. Bu mahnı müəllim əməklə səbrinə, qayğısına və xalqımızın sabahına işıq tutan o müqəddəs peşəyə bir təşəkkürdür. Müəllim olmaq təkcə yaxşı bir pedaqoq olmaq və yaxud da elm bilik vermə qabiliyyətinə malik bir insan olmaq deyil. Müəllim olmaq həm də şagirdləri həyata hazırlayan, onlarda kimsənin görmədiklərini görən, onların ağlına, zehninə, düşüncəsinə gedən yolu, sevgi yolu olduğunu anlayan bir insan olmaq. Müəllim sözü bir kəlmə ilə ifadə olmayacaq qədər, bir şeylə, bir musiqiyə sığmayacaq qədər böyük bir anlayışdır. Başda 216 nömrəli orta məktəbin müəllim heyəti olmaqla bütün bu müqəddəs peşəni, bu şərəfli peşənin sahibi olan müəllimlərə, qardaşlarlara həsr etmişəm. Əlbəttə müqəddəs ona görə ki, biz bir xalq olaraq hər zaman müəllim sözünü ana vətən kəlmələri ilə yanaş etmişik. Ona görə də ən dəyərlilərimizi etibar etdiyimiz insanlar dünyanın ən xoş sözlərinə layiqlərdir. 216 nömrəli orta məktəbin müəllim heyəti hər zaman istər nəzakətli davranış qaydaları ilə, istər təhsil tədris etmə qaydaları ilə hər zaman ən öndə olanlardan seçilən müəllim olmaq. Bugün Vətən müharibəsi qəhrəmanı, şəhid polkovnik leytenant Ramiz Qasımovun adını daşıyan bu məktəbdə təhsil alan, bugün peşəkar müəllim kollektivindən dərs alan hər bir şagird özünü həm şanslı, həm də bir qədər borc hiss edənlər. Ona görə borclu ki, həm qəhrəmanımızın ruhuna hörmət və ehtiram olaraq, həm də öz müəllimlərinin üzərlərində olan borcunu, onlara kəsilən zəhməti daim mücadil etmək üçün bütün predmetlər üzrə birincilər sırasında olmalı, nailiyyətlərə imza atmalı, uğurlardan uğurlara atılmalıdır. Düşünürəm ki, bugün şagirdlərimiz bunu dərk edir və ümid edirəm ki, belə də olacaq.